6 gündən sonra Neftçini Abu Dabidə təlim məşq toplanışında çox güclü bir rəqib Qazaxıstanın Kayrat klubu gözləyir. Bu komandalar SSR çempionatları vaxtında çox görüşlər keçiriblər və sonuncu dəfə 91-ci ildə Kayrat 5-1 hesabı ilə qalib gəlmişdi. İndi də Kayrat güclüdür, çünki Çempionlar Liqasında oynayır və baxmayaraq ki 6 oyuna 1 xal toplayıb, qabaqda Belçikanın Brügge və İngiltərənin Arsenal klubları ilə görüşməlidir. Və məhz bu oyunlara hazırlıq məqsədi ilə ən birinci rəqib Neftçini seçib. Neftçinin keçmiş titulları, keçmiş nüfuzu hələ də SSR məkanında məşhurdur və Kayrat üçün bu çox güclü rəqib olacaq. Amma Neftçiyə də bu oyun lazımdır, çünki qabaqdan çempionatın ikinci dövrəsi gəlir. Görək Neftçi özünü necə göstərəcək. Neftçi Kayratla oyundan sonra Misir və Çin komandaları ilə oynayacaq. Neftçiyə uğurlar.